Azərbaycan mətbəxi öz zənginliyi və ləziz təamları ilə dünyada seçilir. Bu mətbəxin ən sevilən şirniyyatlarından biri isə halvadır. Lakin bəzi insanlar bu şirniyyatı istədiyi zaman bişirə və ən əziz qonaqlarının qarşısına təqdim edə bilmirlər. Bunun səbəbi isə illərdir halvanın xalq arasında yaranmış inancla yalnız yas və ehsan süfrələrinin təamı kimi qəbul olunmağa başlamasıdır. Hətta inanca görə birinin könlü halva istəyirsə, evdən qoxusu çıxmalıdır. Bu səbəbdən məcburi şəkildə bişirilir. Bəzi yerlərdə isə bu şəxslərə bədniyyət kimi ifadələr işlədilir. Bu da göstərir ki, insanlar halvanı şirniyyat yox, daha çox mərasim masalarında görürlər. Bəs paytaxt sakinləri bu mövzuda nə düşünür? Onlar bu köklü inanca inanmağa davam edirlərmi? Mən elə şeylərə fikir verən deyiləm, heç vaxt şeyləri sınamamışam da. Özüm sadəcə ürəyim istəyən kimi götürüb bişirirəm. O təbiidir də, nə isə yeməkdir, istəyirsən bişirməlisən. Əvvəldən ata-baba qaydası ilə belə olub. Yəni indi də insanların bir inancı varsa, yəqin ki, ona əməl eləmək lazımdır. Əzəldən qoyulmuş qayda qanundur, müsəlman adət-ənənələrinə görə o da davam eləyir. Bəlkə də rahat şirniyyatdır, tez pişir deyə, ona görə yaslarda, yəni insanlar çox olur. Ona görə bəlkə pişirlər. Vacib görür ki, ancaq yas məfrədidir. Xeyir işlərdə də, nişanda da pişirilir. Şirniyyat həmişə lazımdır. Halvanın tarixçəsi barədə danışan ilahiyyatçı Tural İrfan bildirir ki, şirniyyatın adı ərəbcədə dadlı, şirin mənasına gəlir. İlahiyyatçı onu da vurğulayır ki, milli şirniyyatlarımız sırasında yer alan halvanın sadəcə yas yeməyi olaraq adlandırılması yanlış yanaşmadır və İslam dinində bununla bağlı heç bir ənənə yoxdur. İslamın mənşəyi Ərəbistandan qaynaqlandığına görə biz qeyd etməliyik ki, Ərəb ölkələrində də, həmçinin Orta Asiyada və digər müsəlman türk toplumlarında, xalqlarında da belə halva yeməyinin xüsusi olaraq ölü yeməyi, yas yeməyi olması haqqında bir ənənə, adət yoxdur. Yas məclisinin yeməyi halva ola bilməz ona görə ki, demək, İslam dinində ümumiyyətlə yas məclisi ənənəsi yoxdur və yas zamanı ehsan vermək ənənəsi yoxdur. Diyetoloq Ləman Süleymanova bildirir ki, halvanın tərkibindəki kalori həddindən artıq çoxdur. Hətta 2 çay qaşığı halvanın dəyəri səhər və günorta yeməyinə bərabərdir. Biz çalışmalıyıq ki, halvadan sonra ümumiyyətlə yemək yeyilməsin. Çünki halvanın tərkibindəki olan inqridiyentlər halvadan sonra meyvə yeyilərsə, reaksiyaya girəcək, mətn bağırsağında problem olan insanlarda problem yarada bilər, arterial təzyiq olan insanlarda, eyni zamanda şəkər xəstəsidirsə, axşam saatlarında ümumiyyətlə bu insanlara halva yemək olmaz. Halvanın ümumiyyətlə axşam saatlarında məsləhət deyil. Yesəniz də mütləq fiziki aktiv olun. Detokslardan istifadə etmək lazımdır. Halvanın elə 100 qramında 600 kalori var. Bəzən olur ki, 100 qramında 700 kalori olur. Normal qidalanan insanlar gündəlik kaloriyası məsələn 1800-2200 kalori əgər normal qidalanma sırasına aiddirsə, elə onun 700-800 kaloriyası 100 qram halva təşkil edir. Demək ki, sənin yerdə qalan müəyyən kalorin qalır ki, 800-1000 kalori qalır ki, insan bölməlidir gün ərzində. Halvanın bişirilməsi reseptini izah edən aşpaz Hüseyn Mərdanovsa bildirir ki, milli şirniyyat kimi halva artıq bəzi restoranların menyusunda xarici qonaqlara təqdim olunur. Bunun üçün şəkər tozu lazımdır. 300 qram borşla ölçü ilə götürürük və üzərinə su əlavə edirik. Yarım stəkan su şərbət üçün bu bizə yetərlidir və bunu yaxşıca qarışdırırıq. 300 qram unumuzu əlavə edirik və bir çimdik də duz əlavə edirik bura. Artıq bu proses yekunlaşandan sonra ora su əlavə edəcəyik biz. Hissə-hissə suyumuzu əlavə edirik. Umac tam quruyanda umac halvası tam xırçıltılı olur. İlk öncə biz həmin o iri hissələri əlavə edəcəyik qovurmaq üçün. Çünki bunun biri balaca, biri böyük olsa, qızarma prosesində biri yanacaq, biri gec qovrulacaq. Normativdə də əvvəllər 300 qram yağ əlavə ediblər. Bu yağ üzərinə çıxmalıdır. Çox yağ çıxmasın deyənə 200 qram yağdan, ərinmiş yağdan istifadə edirik. Hazırladığımız umacları biz artıq bura hissə-hissə belə əlavə edə bilərik. Niyə məhz yas mərasimlərində bu halvanı biz bişirib təqdim edirik? Nəzərə alsaq ki, bu halvanın 100 qramında 400 qram kalori var. Hardasa gün ərzində 100 qram, 200 qram, 300 qram bu halvadan yəni istifadə ediblər yas mərasimlərində və bu da tutarlıdır, tutur özünü. Artıq müasir dövrdəyik, bizim ölkəmizə
axın-axın turistlər gəlir və turistlərə də öz milli şirniyyatlarımızı, milli yeməklərimizi təqdim etmək məcburiyyətində oluruq və bu artıq restoran konseptinə əlavə edilib şirniyyat növü olaraq. Düzdür, azdır, amma bəzi restoranlarımızda biz buna rast gələ bilərik ki, orada çayla halva təqdim olunur. Bir qaşıq bəhməz əlavə edirik bura. Bunu burada həll edirik. Həm dadı yaxşı olur, həm də rənginə görə halvanın rəngini biraz da tündləşdirir. Artıq bizim halvamız hazırdır. Boşqablara da çəkib servis eləmək olur və yaxud da ki, lavaşlara büküb bu şəkildə servis eləmək olur. Son olaraq aşpazın sizlər üçün ünvanladığı bir çağırış mesajı var. Halvamız hazırdır. Düşünürəm ki, artıq bundan sonra bütün xanımlar, bütün bəylər, ümumiyyətlə bu halvaları nəinki yas mərasimlərində, artıq milli şirniyyat olaraq öz evlərində də bunları hazırlayacaqlar və könül xoşluğuyla, ağız dadıyla bunun dadına baxacaqlar.